Дочь обиделась, потому что мы с мужем не захотели нянчить внука в годовщину своей свадьбы. 58 yaşlı qadından gəlib, мы с мужем вместе почти 35 лет. И вот в этом году решили впервые за много лет устроить себе маленький отпуск вдвоем в честь годовщины. Просто отдохнуть, пожить без забот, вспомнить, что мы не только родители и бабушка с дедушкой, но и муж и жена. Но позвонила дочь с вопросом: вы же свободны в эти выходные, заберите, пожалуйста, Навани, 13 yaşı var, мы хотим с мужем уехать. Когда я сказала, что у нас планы, она обиделась страшно. Начала говорить, что мы бросаем семью, что внука важнее поезда. А у меня внутри горечь. Неужели мы уже вообще не имеем права на себя? Это эгоизм, просто побыть вдвоем. Bilmirəm, hər an öz yanaşması var. Yəni, həm psixologiyada olmalısan, həm 60 yaşlıların yerində olmalısan, həm 30 yaşlıların. Ana-atalar çocuk yapır, amma bezir uşağı ötürməyə bir adam axtarır ki, biz gedək, gəncik, nə bilim, nəyik, qocalanda bu işləri görərik, qocalanda da ayrı psixologiyaya girirsən, ona görə çətindir belə şey, həm o tərəfdən, həm bu tərəfdən baxıb nəsə bir şey demək. Bütün onlarda onlar öz dünyaya gətirdiyi uşaqları böyüdüblər, nəvəyə məcbur deyirlər baxmağa, onlar da gənclikdə öz həyatlarını ertəliyiblər, yaşaya bilməyiblər, ana-ataya otura bilməyiblər uşaqları bəlkə, nə bilirik. O mənada istəmirsinizsə əgər gençliyiniz həba olsun, 20-dən 40-a qədər çocuk baxasınız, çocuk yapmayın da, bu kadar basit.